Məndən bir gəlir səsi. Bəli, buyurun. Bunda problem var. Hə, texnologiyanın tərifi soruşursunuz da. Texnik sənət ustalıq, logos elm deməkdir. Elm deməkdir və Yunan sözündən götürülüb. Texnologiyanın kiçik tərifi. Kiçik tərifi texnologiya məlumat və xidmətlərin insanlar tərəfindən yaradılma prosesidir. Niyə insanlar əşyanı yaradır? İnsanlar əşyanı müəllimə öz tələbatlarını ödəmək üçün yaradır. Düzdür. Bəs desək ki, lap qədimdə insanlar qida üçün nə hazırlamışlar? Ardıcıllıq? Əvvəlcə dəyə qazıblar. Dəyə qida deyil axı. Qida? Mhm. Əvvəlcə insanlar Balıq tutmaq. İbtidai icma quruluşunda müəllimə. Balığın tutulması. Burada kitabda var. Hə, taxıl əkiblər, sonra balıq tutublar, düzdür? Bəli, sonra əkinçiliklə falan məşğul oldular da belə. Çörəyin bişirilməsi. Oldu. Deyin görək mənə. Zaman keçdikcə və son zamanlar inkişaf edən nə oldu? Müəllimə, zaman keçdikcə nəqliyyat texnologiyaları formalaşıb. Son zamanlardakı kommunikasiya. Oldu. Son zaman desə kommunikasiyadır. Oldu. Bir dənə sınavımıza plus qoyum. Əfqani. Aha. Gəlsin. Güllü müəllimə. Güllü müəllimə deyin görək. Pəstahla detalın fərqi nədədir? Pəstah detaldan böyük olmalıdır. Eyni zamanda bir pəstahda bir neçə detal hazırlana bilər. Yəni pəstaha detaldan pəstaha detalın üzərinə elə qoymaq lazımdır ki, itkiyə getməsin da. Yəni keyfiyyətli və nətər deyirlər. Yəni diqqətlə ölçmək lazımdır ki, məmulatdan qırağa qalmasın da. Yığma nədir? Mümkün qədər çox detal hazırlansın. Yığma nədir? Detalın məmulat adında birləşməsi. İstənilən məmulatın hazırlanması üçün mərhələlər nə oldu? Mərhələlər oldu ki, birinci hazırlanmadır, ikinci layihələndirmədir, hazırlanması, sonra istismarı. Düzdür. Sonra keçək. Kommunikasiya vasitəsi nə üçündür? Kommunikasiya uzaq məsafələrə məlumatları ötürmək və uzaq məsafədən məlumatları qəbul eləmək. Bunu müəllimə gəl. Dedik ki, texnoloji prosesi nə oldu? Ümumiyyət başlanğıcdan ilk mərhələdən sona qədər prosesin məlumata çevrilməsi. Görülən nizamlı ardıcıllıq, düzdürmü? Marşrut və texnoloji xəritə? Marşrut xəritəsi məlumatın yalnız icra ardıcıllığıdır, texnoloji xəritə isə ətraflı, geniş, bütün məlumat haqqında ətraflı məlumat verilir. Qrafik təsvirlər hansılardır? Texnik təsvir, eskiz, çerkyoş. Bunları hazırlayan zaman ilk olaraq nə etmək lazımdır? Eskizini hazırlamaq lazımdır. Kağızda. Təsvir. Danışın texniki təsvir haqqında. Texnik təsvir üç tərəfli həcmli təsvirdir. Burada tərəflərdən nisbət nəzərə alınır. Üç tərəfdən görünüş var. Üst görünüş, sol görünüş, əsas görünüş. Digərlərini deyim. Texniki təsvirdə həcmli təsvirdir, asandır, üç tərəflidir. Eyni zamanda material göstərilir. Tərəflər arasında nisbət nəzərə alınır. Açar sözümüz də elə bax bu idi. Oldu. Yox. Mehri müəllimə gəlsin. Mehri müəllimə buyurun. Xəttlər sayın. Nəyi sayın müəllimə? Xəttlər. Hə, xəttlər müəllimə deməli 4 cürə olur. Detalın kontrol, bütöv əsas, ölçü çıxarılan bütöv nazik, sonra ölçü göstərən bütöv nazik, simmetriya oxuş, ştrixli nöqtəli, dəliyin görünməyən kontur ştrixli. 5 deməli. Çertyojda olan görünüşlər? Hə, çertyojda olan görünüşlər müəllimə əsas görünüşdür, soldan görünüşdür, bir də öndən görünüşdür. Soldan görünüş, əsas görünüş hansı hissəsinə yerləşdirilir? Soldan görünüş sağında yerləşdirilir. Bəli, soldan görünüş, əsas görünüşün sağında yerləşdirilir. Sağında yerləşdirilir. Müəllimə, texniki... Əsasdır, soldur, üstdəndir, səhvdimi? Əsas, sol, üst. Aha. Deyin görək, qrafik təsvirlərimizdən hansı deməli əllə yerinə yetirilir, hansı alətlə? Hə, qrafik təsvirlərdən
eskiz əllə yerinə yetirilir. Amma çertyoz isə alətlə yerinə yetirilir. Çertyoz alətlərdir. Eskiz və texniki təsvir də olacaqdır. Əllə yerinə yetirilir. Oldu. Deməli, siz gedin. Süleyman müəllimə gəlsin. Spesifikasiyada nələr qeyd olunur? Səs açın. Spesifikasiyada nələr qeyd olunur? Spesifikasiyada deməli detalların adı idi, miqyası idi, sonra materialı haqqında məlumatlar qeyd olunurdu. Nəyin? Materiallar. Mənə bu saydıqların Xüsusi spesifikasiyada qeyd olunur da, xüsusi cədvəl formasında spesifikasiyada qeyd olunur. Sizcə burada detalın adı material miqyasıdır, yoxsa necə? Məmulatın və detalın adı idi. Bəli, çəkmə. Elə bunu soruşurdum. Çünki testlərdə düşmüşdü ki, variant olaraq spesifikasiyada nə qeyd olunur? Variantda deyir ki, detalın və məmulatın adı material miqyası A-da. B-də deyir ki, detalın adı material miqyası. Yəni belə. Buna görə tək detal yox, həm detal, həm də məmulatı götürəcəksiniz. Ölçü vahidi nədir? Millimetr. Miqyas haqqında ümumi məlumat verək. Miqyas deməli məmulatın həqiqi ölçülərini, nisbi böyüklüyünü və kiçiliyini göstərən ədəddir miqyas. Aha. Bəs desək ki, 2-nin 2-yə var, natural sayıda bilər? Yox, 2-nin 2-yə yoxdur. 1-in 2, 1-in 4, 1-in 5 böyütmək üçün də 2, 1, 4, 1, 5, 1-dir. Yəni 3 yoxdur. Bəli, 2, 4, bir də 1. Oldu. Bir də 1-in 1-ə də naturaldır. 1-in 1-ə də naturaldır. Yaxşı, deyin görə bütün çertyojlar və çertyojlar nə yerinə yetirilir? Bütün çertyojlar əllə və ya kompüterin köməyi ilə yerinə yetirilir. Yalnız çertyoj desək? Yalnız çertyoj bu əllə yerinə yetirilir. Əllə yerinə yetirilir. Qalın vatman kağızında, karandaş. Oldu. Buyurun, tərcüm müəllimə. Məmulatın çertyojunu oxumaqda nə var? Yəni bunu daha dəqiqliklə deyin baxın. Adıdır, materialıdır, ölçüdür, sayıdır. Deməli, burada deyirdi ki, məmulatın çertyojunu oxumaqda onun adını, formasını, ölçüsünü, material miqyasını və orada təşkil olan detalın sayını və birləşməsini. İndi məmulatın çertyojunu oxumaqda detalı soruşsa əgər, detal olaraq bunları qarışdırmırıq. Detalda deyirik ki, sayını və birləşmə növünüdür. Aydındır? Amma yerdə qalanlar hamısı məmulatın çertyojunu oxumaqdadır. Yaxşı, bəs deyin görək, ölçmə nişanlamada yoxsa mişarlamada emal payı saxlanılır? Mişarlamada emal payı saxlanılır. Əla. Deyirəm ki, ölçmə sərhədləri və emal payı sözünü görürsən, bu nəyə aiddir? Ölçmə sərhədləri varsa nişanlamadır. Əla. Bəs desəm ki, vacib və məsuliyyətli əməliyyatdır? Ən vacib dedikdə nişanlamadır, vacib məsuliyyətli dedikdə nişanlamadır. Afərin. Daha sonra, bax, nə deyirəm? Texnoloji tələblərə riayət etməklə bir pəstahın üzərində neçə? Mümkündür. Afərin. Mümkün qədər. Afərin. Bəs bir pəstahda neçə detal? Bir və ya bir neçə. Afərin. Əla. Çox sağ düşdü. Yaxşı. Tərcümə getdi. Zənçan müəllimə gəlsin. Zənçan müəllimə gəlin. Deməli. Gəldim. Deyirik ki, deşik yerləri nişanlanır və deşik açılır. Deşik. Biz idi də müəllimə bu. Bəs desək ki, deşik kiçik ölçülü pəstahlarda kiçik ölçülü pəstahları həm ölçü, həm nişanlayır desə bu nədir? Kiçik ölçülü bu nədir? Allah deyən müəllimə bir dəqiqə kiçik ölçülü. Nə deyirsin müəllimə? Hacat. Bucaqlıq deyildir bucaq. Kiçikdirsə nədir bu? Kiçikdir. Kiçikdirsə yəqin bölgüləri var. Bölgüləri olan xəttkeşidir. Bucaqla qarışdırdım. Deyirik ki, deşik yerləri çevrə və qövs nişanlanır. Pərgar idi bu. Pərgarın hissələri?
5 hissədən ibarət. Yox, başlıq idi, qollar idi, qrifil idi, bir də uc hissəsindən ibarət idi. Uc yox, iynə. İynə. Desək ki, paralel xəttləri çəkmək üçün istifadə olunur. Resmusdan. Resmus, bəli. Oldu. Sonra keçək. Deyin görək mənə. Meşə və mişar materiallarını ölçür, nişanlayır. Necə müəllimə? Meşə və mişar materialı. Metal ölçmə lenti idi. Burada elə mılar idi da, elə bir şey. Səsi bağlı. Səsi bağlayın. Hı. Gəlsin mənzərə müəllimə. Mənzərə müəllimə ki, gör. Denən görək mənzərə müəllimə. Uşaq səsi var, uşaq var orada. Hə? İndi mən sizə sual verim, mənzərə müəllimə diqqətlə qulaq asın. Deyirəm ki, bucaqlar müxtəlif bucaq və düz bucaq ölçür. Bu hansıdır? Axşamınız xeyir müəllimə. Axşamınız. Demək düz bucaqlar deyirsinizsə bu bucaqlıq idi. Müxtəlif bucaqlar var idisə günya idi. O bu da transporter idi. Offer. Bucaqlıq hansı? Sadəcə bucaq. Hə, hansı Bəli, hissədən bəli. ibarətdir? Bucaqlıq. Necə müəllimə? Bucaqlıq hansı? Bucaqlıq qərbdən idi. Bir Bir də də uç hissədən müəllimə. əla Uç material hissədən. Metal, taxta. metaldan və taxtadan. Yaxşı, bucaqlıq hansı işi yerinə yetirir? Yoxlayır, çəkir. Bir də nə idi? Bir dəqiqə yoxlayırdı, çəkirdi. Bucaqlar yoxlanırdı, çəkilirdi. Bir də nə ağarırdı orada? Yadımdan çıxdı. Ölçür. Demək, Ölçür. ölçürdü. Bəli, ölçür, çəkir və yoxlayır. Daha sonra metal ölçmə lentinin bölgülərini deyin. Metal ölçmə lenti ümumiyyətcə mişar və mişarları ölçüb çəkirdi. Orada santimetr idi, metr idi. Bir də nə idi? Santimetr, metr. O bu ki nə? Millimetr idi bir də müəllimə. Santimetr, millimetr, santimetr, santimetrin yarısı. Mhm. Yaxşı. Gəlsin. İradə müəllimə. İradə müəllimə, deyin görək, həm ölçüb, həm nişanlayan alətlərimiz hansılardır? Hə, deməli 4 ədəddir. Metal ölçmə lentidir. Bu meşə və mişar materiallarını ölçür, nişanlayır. Sonra bölgüləri olan xəttkeş kiçik ölçülü pərsahları ölçür, nişanlayır. Xarrat künyəsi müxtəlif bucaqları nişanlayır, ölçür. Transporter isə deməli bucaqları nişanlayır, ölçür. Bucaqları, düz bucaq yox. Aha. Resmusun hissələrini gətirin. Resmusun 5 hissədən ibarətdir. Kiçik mismar, meydança, sonra paz, qəlib, bir də kiçik tircik. Tirciklər. Sizə 5 sual düşdü. Yaxşı. Aha. Kəmalə müəllimə. Hanı Kəmalə müəllimə? Adına qoyun. Plus. Hə. Kəmalə müəllimə, deyin görək Resmusun, üzr istəyirəm, xarac künyəsinin hissələrini. Xarac künyəsinin hissələri xəttkeş, qəlib, bir də sıxıcı bim. Xarac künyəsinin deməli, xarac künyəsinin üzərinə qurulur. Transporter. Əla. Deməli, yalnız ölçmə alətidir. Ölçmə. Yalnız ölçmə alətidir. Metal ölçmə lenti ölçür, nişanlayır. Yox, bir dənə ölçmə alətidir. Sadəcə tərif olaraq deyil, ölçür. Resmus. Ölçür, yox, o işarə edilir. Yəni bir dəqiqə müəllim. İri ölçülü pəstahları ölçür. Xəttkeş ölçür, nişanlayır. İri ölçülü pəstahları ölçür. Nə tər pəstahları? İri pəstahları, iri ölçülü. Hə, kvadrat metrəsi. Düzdür. Oldu. Bəs deyin görək, çox qiymətli qida məhsuludur. Tərəvəz. Tərəvəz. Günel müəllimə, buyurun. Günel müəllim, buna da yazmıram. Mən mənim adımı da yazmışsınız, onu deyirdim. Birdən yaddan çıxaram. Məncə yazmışam, amma yenə də yazım.
Müəllimə sizdən işimizi bitirək. 2023-də imtahanda düşmüşdü ki, hansı tərəvəzlərin yarpaq, hansı tərəvəzlərin meyvə və kök hissələri yığılır. Bu haqqda məlumat verin. Hə, keşneşdir, şüyüddür, bunların yarpaqdır, reyhandır, nanədir, kök hissələri kartofdur, bataqdır, nədir, odur. Ondan sonra yer köküdür, turpdur, bunların kök hissəsi, meyvələri də pomidordur, xiyardır, bunların da meyvəsi. Mən istəyirsiniz pomidorun becərilməsindən verin. Sağ ol. Yox. Pomidor neçənci əsrdə hardan hara gətirilir? 16-cı əsrin ortalarında Cənubi Amerikadan Avropaya gətirilib. Birinci qızıl alma deyilib ona İtalyanlar. Düzdür. Müəllim, hamısını deməyib. Müəllimə. Sonra bir də gördünüz. Ən gözəl bildiyim dərsdir. Bilirəm, bir də gör, bəlkə başqasının da gözəl bildiyi dərsdir. Bir də gördünüz, dava düşdü. Gəlsin, qoy adlara baxım. Təranə müəllimə hanı? Təranə müəllimə gəlsin. Desin ki, buradasınız, buradasınız. Pomidorlar bir-birindən nəyinə görə fərqlənir? Hansı növləri var? Rənginə, dadına, bir də ölçüsünə. Quruluşuna, rənginə, dadına və quruluşuna. Bəs desək ki, deməli, İtalyanlar pomidora nə demişdi? Qızıl alma. O vaxt pomidor hansı formadaydı? O vaxtlar pomidor qızılı rəngdə, sarı idi. Ona görə ona qızıl alma deyirdilər. Sarımtıl qızıl rəngdə. Desək ki, qida çığındırından nə əldə olunur? Qida çığındırından şorbalar, şirələr. İki ş, bir s. Salatlar. Salatlar. Şorba, şirə, salatlar. Bəli. Bəs desək ki, çox bir nəfər mənə demişdi ki, indi bunu hər yanda demişəm, bir toyda deyəcəm, bir yazda. Baxın, kiməsə soruşdum ki, pomidor suyu və mineral maddəni hardan alır? Demişdi yarpağından. Və bilmirəm, bu qrup idi, yoxsa keçənçilər idi. İndi siz deyin görüm, su və mineral maddəni nəyin vasitəsindən alır? Güclü kök sistemi vasitəsilə alır. Düzdür. Nəyə görə budanır? Yetişdirməni gecikdirir, zoğlar, əlavə zoğlar. Ona görə budanır ki, məhsuldarlıq artsın, yetişmədə tez olsun. Əla. Təranə müəllimənin adından qoyur. Nərminə müəllimə. Buradadır? Bəli. Deyin görə pomidorun toxum halından ta ki pomidor olana qədər dövür? 100-130 gün. Pomidoru hazırlayan zaman hansı çotan növündən bizə istifadə edirik? Çotan istifadə etmirik. Çotan yoxdur, bəli. Bəs desək ki, pomidorun dibini doldururuq nə məqsədlə? Dibi doldurulur, yaxşı məhsuldarlıq versin. Dibi doldurulur əlavə köklərin çıxması üçün. Pomidoru hazırladığımız zaman deməli praktik işdə 3 dənə qeyd götürürük. Bu qeydlər nələrdir? Deməli növünü götürürdük, inkişaf mərhələsinin, bir də tarixi. Afərin sənə. Afərin. Drenaj hansı sözdən götürülüb mənası? Fransız sözüdür. Deməli xəndəklərin susuzlaşdırılması. Borular vasitəsilə bəli susuzlaşdırılması. Əla, afərin sənə. Keçdik. Nərminə müəllimə hanı? Nərminə ad. Nərminə müəllimə heç bir şey. Nuranə müəllimə hanı? Nuranə müəllimə. Görüm. Buyurun müəllimə. Buradasınız. Qoy bir dəqiqə qərənfil müəllimənin də adını yazım. Bir dənə gözün. Axşamınız xeyir. Qərənfil. Deyin ki, axşamınız xeyir. Adınızı qeyd edirdim. Pomidorun ardıcıllığını diqqətlə qulaq asırıq. Nuranə müəllimə bizə pomidorun ardıcıllığını deyir və nöqtə qoyacam hansısa bir yerindən. Siz davam edəcəksiniz. Buyurun. Deməli, ilk öncə texnoloji xəritəsini hazırlayırıq. Daha sonra 200 saat isitmə sisteminin yanında saxlayırıq. 30 dəqiqə tüm belə Şeyman qəməhində saxlayırıq. Üstünə çıxanları atırıq. Dibinə düşənləri isə süzüb suyun, yəni qorulayırıq da. Daha sonra drenaj hazırlayırıq. İçərisinə 15-20 sm torpaq tökürük. Saxlayın. Dilbər müəllimə davam edin. Müəllimə, torpaq sökəndən sonra şirim açırıq, kiçik çubuqla şirim açırıq, toxumları cərgə ilə əkirik müəllimə. Üstünü də plyonka
örtürük, qoyuruq isti yerə də. Sonra müəllimə 4-5 gün, 4-6 gündən sonra cücərlər çıxır. Ondan sonra plyonkanı götürürük, işıq düşən yerə qoyuruq. İşıq düşə qoyuruq. Ondan sonra müəllimə 3-4 yarpaq olandan sonra onun yerini dəyişirik. Daimi yerə yox, yerini dəyişirik. Məsafə də 8-12 santim olur. Ondan sonra nədir? Daimi yerə də 10-15 santima çatanda daimi yerinə köçürürük. Maşallah. Bəs desək cücərti nə qədər vaxta çıxır? 4-6 günə. İkinizdən də xoşum gəldi. İndi isə biraz davamını gətirim. Yoldaşa hələ sualı yarımçıq vermişdim. Nədir? Nuranə müəllimə gəlin. Nuranə müəllimə desin ki, nədir künclük? Künclük iki metal lövhəcikdən ibarətdir və rəflərin, çərçivələrin künc birləşmələri bərkidilir bunu. Birləşdirilir. Metal künc lövhəcikdən ibarətdir. Bəli, nəfəslik, çərçivə, aha. Bəs desək ki, mebel hissələrini, daha doğrusu furniturları bağlayan şəxs, birləşdirən şəxs, yığan şəxs kim olur? Fəhlələr. Bəli, mebel yığan fəhlələr. Oldu. Narahatçılıq əsası var? Var. Dilbər müəllimə gəlsin, bu iki sual qalmışdı, onu da verim. Kiçik çubuq, xırda çubuq, paya. Paya ümumidir müəllimə. Kiçik çubuqla şırımı açırıq, xırda çubuqla da yerini dəyişirik. Südabə müəllimə buyursun. Paya deyəndə ümumidir, bir də ümumiləşdirim. Kiçik çubuq dedikdə şırım açılır, xırda çubuq deyəndə yerini dəyişdiririk. Aha, deyirik ki, Südabə müəllimə, qapının rahat açılıb örtülməsinə xidmət edir. Səs açın, müəllimə. Maqnit saxlayıcıları. Açıb örtməsinə xidmət. Dəstəklər. Bəli. Səsim yox. Siz səs alın. Birinci dərsdə müəllimə getdi, ən zəhləm gedən dərsdən mənə sual verdi. Südabə müəllim, səsi bağlayın. Birinci, səsim echo verir sizdə. Çıxıb bir də gələrsiniz. İkinci odur ki, sevmək, sevməmək yox. Burada öyrənmək lazımdır. Çünki sabah imtahanda sizə düşəndə deməyəcəksiniz, bu məni saldınız, mən sevmirəm. Belə bir şey yox. Onda sizə səs echo verir. Siz çıxın, gəlin, bir daha sizə sual verəcəm. Gəlsin Aysel müəllimə. Kim axıra qalsa inciməsin də. İndi buradan kimin adını görsəm odur. Aysel müəllimə gəlsin, desin ki, rəf saxlayıcı haqqında məlumat verir. Rəf saxlayıcı üfüqi rəflərin birləşdirilməsində və yan divarlarına birləşdirilirdi. Bir tərəfli deşiklərə qoyulurdu rəf saxlayıcı. Şkafların, mebellərin içində olurdu. Bir tərəfi açıqdır, yoxsa bağlıdır? Bir tərəfi açıq. Bir tərəfi bağlı deşiklərə quraşdırılır. Bağlı. Hə, bir tərəfi bağlı. Bəli. Və əsas məsələ hansı materialdan oldu? Plastikdən, metaldan. Afərin. Yaxşı, bəs desək ki, məişət mədəniyyətinə nələr daxildir? Demək, ev işlərinin idarə olunması idi. Sonra həyətyanı sahənin idarə olunması, bunlar idi. Nə var burada? Ailənin günü. Ev təsərrüfatının idarə olunmasıdır, ailə büdcənin bölünməsi, bəli, səliqəli saxlanması, bir-birinə hörmətlə yanaşılması və s. Sonra deyin görək, uzun müddət biz şkafları açıb bağlamışıq və furnitur hissəsi xarab olub. Necə bərpa edirik onu? Necə təmir edirik? Onu ya o şuruplarını ya iri şuruplarla əvəz etmək lazımdır, ya da ki taxta milcik qoyub yenidən şuruplamaq lazımdır. Sizcə bu yenidən şurupladığımız zaman həmin şurupdur, yoxsa əvvəlki şurupdur? Yəni biraz daha böyük şurup götürürük. Birincisində böyük şurup idi, ikincisində deyəsən eyni şurup olmalıdır. Bəli, eyni taxta milcik qoyursa. Eyni şurup. Əla. Gəldi Südabə müəllimə. Gəlmədi. Gəlmişəm mən. Adası buradasınız. Südabə müəllimə, mənə baxın. Heç ümumiyyətlə dərsə başa düşməmisiniz. Niyə siz dərs oxumayın? Mən deyirəm ki, bu qapı var ha. Qapı bağlanıb. İndi mən çölə çıxmalıyam. Necə onu rahat açıb örtə bilərəm? Sizcə nəyin sayəsində? Dəstəyin. Bəli, dəstək. Dəstək olmasa necə açıb örtərəm?
Bəs deyirəm ki, oğru gəlib indi bizim qapıdan içəri girəcək də. Mən neyniyim o qapını? Rahat bağlanması üçün nədən istifadə edərəm? Qıfılyarsınız da. Şudur. Burada nə var ki? Açıb örtmək üçün dəstəkdir. Bağlamaq üçün qıfıl dilcikdir. Bəs desəm ki, deməli, hərəkətli olmasına xidmət edir. Belə öz üçün gəlir, hərəkətlə bağlanır. Maqnit saxlayıcıları. Bu çətin idi? Xeyr. Bəs desək ki, video atmışdım bununla bağlı. Baxmışdınız videoya bu dərsdə? Balaca bir videoydu. Qapının bərkidə nə olur? Mənim üzr istəyirəm. Mən yadınızdadır, 8-ci dərsdən qatılmışdım. Ümidliydim ki, təkrarda biz, ona görə mən o videonu nəyi görməmişdim də. Amma sizə mən dərs izah etmişdim də. Bəhanə yoxdur. Heç kim mənə bəhanə edə bilməz. Çünki mən gözüm çıxacaq. Bu bir həftədə bir kitabı sizə keçmişəm, düzdür? Künc bucaq. Heç bir müəllim üzündən sizə kitab oxumaz. Ona görə də xahiş edirəm. Oxumuşam da. O videoya görə dedim. O gün oxumuşdum üzündən. Deyin görün qapını bərkidən nədir? Bərkidən 2 yerdə açar sözdür. Bərkidən həncamalar. Bəli. Qapını bərkidən həncamadır. Bəs həncamanı bərkidən nə olur? Həncama var ha, bildiyimiz bu həncama. Onu səndən bəlkə mismarla? Xeyr. Otlarla. Şurupla. Şurup ot deyirəm, şurupla. Oldu. Gəlsin. O sentyabr qrupunun yeganə müəlliməsi. Yeganə müəllimə, buyurun. Yeganə müəllimə, deyin görün bu dəstək hansı materialdan olur? Dəstəklər deməli oduncaqdan, metaldan, bir də plastikdən. Qalın plastikdir, yoxsa nazik? Qalın olar da, nazik olmaz. Nazik plastik kütlə, bəli. Yaxşı, bəs desək ki, bir dənə açar söz var idi. Yan tərəf və yan divar. Hansında açar sözümüz hansı olacaq? Yan tərəf, yan divar. Yan divar rəf saxlayıcısıdır. Bəli. Yan tərəf çiftləşdiricidir. Çiçək. O yala müəllimə. Yala, çiçək. Bəs deyin görün, bəs naqil saxlayıcının ardıcılığını bir nəfərə saxlamışam. Təkrar eləyin ürəyinizdə. Deyin görək, maqnit saxlayıcı hansı hissədən ibarətdir? Qəlibdən, bir də qəlib və lövhəcikdən. Bəli. Hərəkətli olmağa xidmət edən nə olur? Maqnit saxlayıcı. Aferin. Açılıb örtülmə varsa? Açılıb örtülmədirsə, dəstək. Bağlamaqdırsa? Qıfıl dilciklərdir. Maşallah. Yeganə müəllimə filiz qoyaq. Gəlsin, maqnit saxlayıcının ardıcılığını danışsın. Bugün məni hirsləndirən müəllim kim olubsa, o özü bilir. Çox pis hirsləndim. Kim idi o? Ay, Oktyabr qrupunun xoşbəxt müəlliməsi. Gəl görüm. Ay, müəllim. Ay, get. Səbinə müəllimə. Bildi belə mənə dediniz, müəllim, üstdən qoyma qapını. Danışma, mən səninlə danışmıram. Üstdən qoy, maqnit saxlayıcının ardıcıllığını gətir. Dondu. İnternet getmişdi. Necə? İnternet tez getmişdi. Deyiləm, başda. Yox, maqnit saxlayıcı deməməm ardıdır. Əvvəlcə deməli lövhəciyin yeri müəyyənləşdirilir. Deməli maqnit saxlayıcı lövhəcik ilə qəlbin yeri müəyyən olunur, hə? Bəli, qəlib və lövhəciyin yeri müəyyənləşdirilir. Sonra elə yeri seçmək lazımdır ki, qapı bağlı olanda qəliblə lövhəci üst-üstə düşsün. Sonra bərkidici deməli şurupların yeri müəyyənləşdirilir, bizlə qeyd edilir yerləri. Ondan sonra şuruplar tam vurulmadan bağlanılır. Üst-üstə düşdüyünə əmin olduqdan sonra isə şuruplar axıra qədər tam bərkidilir. Sənə afərin olsun, düz dedin. Amma orada bir demədin ki, lövhəcik və qəlbin yeri müəyyən olunur, sonra lövhəcik bərkidilir. Bir dənə bunu demədin. Çünki sabah sənə situasiyada düşər ki, lövhəcik və qəlbin yeri, qəlbi olar birinin. Yəni ona görə çaşarsan. Amma belə yaxşı idi vəziyyət.
Küpləşdirici haqqında məlumat ver. Küpləşdirici müəllimə yan tərəfləri, masaların, şkafların yan tərəfləri bərkidilir onunla. Bilirəm də, tərifi nədir bəs? Küpləşdirici, deməli, küpləşdirici elə bil ki, 2 vintin elə deyildi. Kipləşdiricinin iyisi var. Açar sözümdə var. Kipləşdiricinin iyisi var. İndi də görüm. 2 metal deməli lövhədən mil vasitəsilə bərkidilir də. Bir-biri ilə bərkidilmiş. Bir-biri ilə bərkidilmiş 2 metal lövhəcikdən ibarət Bəli, olan. vinklə bərkidilmiş 2 qalın metal küncük və lövhəcik. Əla. Bəli. Yaxşı. Deyən görüm bu rəf saxlayıcı bir tərəfə açıqdır, yoxsa bağlı deşikdir? Bir tərəfi bağlı deşikdir mənim. Aferin. Get. Gəlsin. Qoydaq sizin adınızı da silək buradan. Nurani müəllimə sual vermişəm, yadımdan çıxıb. Bu Könül müəllimə, bizim qrupun ən balacası. Könül müəllimə gəlsin. Salam müəllimə, axşamınız xeyir. Axşamın xeyir. Denən bu saatları. Saatlar? Səhər, sabahın xeyir, axşamın xeyir. Hə, səhər 11-ə qədər sabahın xeyir, 11-dən günortaya qədər günortan xeyir və axşamda axşamın xeyir. 11-dən axşam üstüyə qədər günortanız Axşam üstüyə qədər, bəli. Günortan xeyir və axşamda axşamın xeyir. Bəli, bəs deyən görə ünsiyyət zamanı, yəni ailə üzvləri ilə necə salamlaşmaq lazımdır? Təbəssümlə müşahidə olunmalıdır ünsiyyət. Sonra əlləri cibdə salamlaşmaq olmaz, tələsik salamlaşmaq olmaz. Ağzı dolu olmaz, bəli. Bəli, ağzı dolu salamlaşmaq olmaz. Ailədə işi kim görsün? Ailədə işi əmək qabiliyyəti olan, belə deyək də, hər kəs belə deyək. Uşaqlar da xırda işləri görə bilər, nəsə almağa, çörək almağa, belə şeylər. Yaşı və sağlamlığı çatan. Bəli, onu demək istəyirdim. Bəli. Bəs deyin görüm. Daimi işimiz var, bir də müvəqqəti. Əvvəlcədən planlaşdırılması mümkün olmayan hansıdır? Əvvəlcədən planlaşdırılması mümkün olmayan dəyişən, yox, müvəqqəti işlər. Müvəqqəti qəzanın nə vaxt olduğunu planlaşdırmırıq axı. Bəli. Aferin. Gül müəllimə demişəm. Ülviyə müəlliməyə sual düşməyib. Ülviyə müəllimə hanı? Ülviyə xanım. Oktyabr. Gəl görüm. Buyurun müəllimə. Hardasınız? De görüm. Buyur, buradasınız. Hə. Denən görün mənə burada. Ailədə uşaq anasına nə kimi kömək etməsin? Bazara getmədə kömək eləyə bilər. Hansısa Yox, etməsin. Etməsin. Yemək qaz işlərlə. İsti işlərin, xörəklərin hazırlanmasını istifadə etməməlidir. Nədir iqtisadiyyat? Təsərrüfatın qayda və qanunlarla təməlli idarə olunması. Ev təsərrüfatının iqtisadiyyatı nədir? Ev təsərrüfatı iqtisadiyyatı, evin ev həyatına idarə olması üzrə işlərdir. Yox, ev təsərrüfatı iqtisadiyyatı ailənin gündəlik iqtisadi həyat haqqında elmdir. Aferin. Maddi və maliyyə vəsaitimizi necə seçirdik? Maliyyə elə bir ki, maliyyə hədəf pulla əldə elədiyimizdə, elə bir ki, enerji sərf haqqında, elə bir ki, televizordur, paltorayan maşın, ət çəkən maşın. Amma maddiyə də ki, hansısa bir əşyaların alınmasıdır, əşyalardan istifadə elədiklərimiz var, maddi olur. Toka taxdığımız hər şey maliyyədir, toka taxmadığımız isə maddidir. Oldu, gedin. Gəlsin. Qoy görək. Gültəkin müəllimə. Gültəkin müəllimə. Var? Yoxdur? Var, buradayam. Buradasınız. Gültəkin müəllimə, deyin görək. Baxın nə deyirəm. Deyirəm ki, ev təsərrüfatının tərifi. Sadəcə tərifi soruşuram. Ev təsərrüfatının, tərifi. Ailə. Ev təsərrüfatı, tərifi. Evin gündəlik işləridir də, evdə görülən gündəlik işlər. Yox. Evin ev həyatının Evin ev həyatının görülməsi üzərində görülən işlər. Bu bir. Bəs ev təsərrüfatına nə daxildir? İşlərinə demirəm, ev təsərrüfatına. Ev təsərrüfatına
pul, əmlak və alətlər daxildir. Çiçək. Allah. Bəs deyin görüm ev təsərrüfatının üzərinə görülən işlərə nə aiddir? Görülən işlərə aiddir evin səliqə səhmana salınması, sonra evə xörək bişirilməsidir, nəysə ərzaqların alınması, həyəcanı varsa heyvanlara, həyəcanı sahəyə baxılması. Yəni burada müvəqqəti işi yoxdur, daimi işlərimizi götürə bilərik. Bəli, bəs desək ki, bir ailənin yaranmasıyla nə yaranır? Bir ailənin yaranması ilə ailə fəaliyyətin təşkili. Ailənin təsərrüfatı yaranır da. Başlayırlar özləri üçün təsərrüfat. Bu da ailənin təsərrüfatıdır. Əla. Bəs deyin görək, gəlirim çoxdursa, yığım olacaq, yoxsa xərc olacaq? Gəlirim çoxdursa, yığım olacaq. Oldu, gedin. Gəlsin Hicran müəllimə. Hicran xanım. Gəlin görək vəsaitlər. Hicran müəllimə yoxdur burada? Var? Açıram. Buradasınız? Hə. Hicran müəllimə, deyin bu vəsaitlərimiz var 4 dənə. Plus mütəzədə ikilər. Onlar da deyə bilərsiniz? Hə, deyirəm, demirəm ki, əmək deməli əməkdir, maliyyə dedikdə puldur, maddi dedikdə ərzaqlardır, energetik deyəndə istilik enerji. Sağ ol müəllimə. İstilik, enerji, bəli, bir də yanacaq. Bəs desək ki, pul hansı sözdən götürüldü? İngiliscə pul çantası deməkdir. Aferin. Bir də. Yaxşı. Bəs deyin görək, iqtisadiyyatın göstəricisi nə olurdu demişdim, kitabda yoxdur. Pul. Əla. Bir də yığımı deyin, kəsri deyin, bir də ailə büdcəsini deyin. Hə, ailə büdcəsi gəlir və xərcin müəyyən zamanda paylanmasıdır. Ailə büdcəsi müəyyən zaman kəsir, gəlir və xərcin planlaşdırılması. Bu heç bu getdi. Nə zaman yığım, nə zaman kəsr olur. Hə, deməli yığım olanda ailədə pul vəsaitinin çox olması, xərcindən çox olması yığım. Xərc də deməli planlaş. Büdcə kəsirdir. O siz deyin. Büdcədə planlaşdırılmamış xərclərə. Pul vəsaitin çatışmayan hissəsi. Bəli, büdcə kəsiridir. Hələ o fikrimi çatdıramadım. Yəni bildim. Heç olmaz. Deyirik ki, gəlirim çoxdursa yığım olur, kəsirim də çox, xərcim də çoxdursa kəsir olur. Çoxsa kəsir olur. Sizə maşallah. Qaşəng. Sualınız düşmədi ki? Yox, o nə demək? Sağ olun, müəllim. Gəlsin İlahə müəllimə. Mənim sağ əlim, hardasınız? Buyurun. İlahə müəllimə desin ki, ailədə məfəaliyyətin təşkili 4 dənə. Məsələn, ailənin işləri, içində maddi, ərzaqlar, evlər, nəsin 40-40 gəlir. Biraz, hə, amma eşidirəm. Örsətimiz məhəbbət. Hə. Sonra maliyyə gəlir, ki, enerji, istilik yaradır. O vəsaitlərimizdir, o heç. Bəli. Ailədə əmək fəaliyyətinin təşkili var da 4 dənə, 2 t, 3. Bəli. Tələbatların təmin edilməsi, ailə üzvlərinin əmək haqqının edilməsi, yığılması, artırılması, daha doğrusu artırılması. Sonra təhsil almaq. 4-cü olaraq da ailə üzərinə qayıdır. Əlillər və uşaqlar. Əla. Uşaqlara, əlillərə, təqaüdçülərə qayğıdır. Pulun alınması, saxlanması, artırılması, təhsil və tələbat. Ailədə təhsil almaq yaxşıdır. Bir də tələbat kimədirsə onu nəsə almaq lazımdır. Oldu müəllimə. 4-8 dənə cümlə oldu sizdə. 2 dənə sual düşdü əslində. Gəlsin, yaxşı bir dənə də sonra vicdanım yol verməyəcək. Deyin görüm, ailə hara pul xərcləyir? Ailə kommunaldır, qidalanmadır, nəqliyyatdır, təhsildir, həkimlədir.
və mədəni maarifləri. Hər yerə pul xərcləmək, yəni nəqliyyata, kommunal, qida, təhsil və s. olar. Əla. Siz də demişəm, bu Gülü müəllimə adını 2 dəfə yazmışam. Deməli gəldi Esmira müəllimə. Esmira müəllimə, buyurun. Daimi və dəyişən xərclərimiz. Esmira müəllimə, hə. Esmira müəllimə yoxdur? Buradayam. Daimi dəyişən xərclərimiz haqqında danışın. Daimi dəyişən. Daimi xərclər gündəlik olan xərclərdir də. Aha, dəyişən bəs. Dəyişən də mövsümlə əlaqədar. Sonra qonaq qəbul edilməsinə lazım olan xərclərdə. Daimi və dəyişən deyəndə, daimi bizim daimi olaraq aldığımız qidadır, çörəyə və s. alınan xərclərimizdir. Dəyişən isə özümüzün istəyimizdən, əsasən mən bunu demişəm hüquq və vəzifənə. Hüquq bizim istəyimizdir. İstəsəm bu gün burada oturaram, istəməsəm kinoya gedirəm və s. Bura pul xərcləyərəm. Bu dəyişir. Daimi olaraq da vəzifəmdir ki, misal üçün də sizi vaxtında dərsinizi keçin. Bəs desək ki, mücənə dedik. Aha, bəs deyin görüm ağac hansı hissədən ibarətdir? Kök, çətir, gövdə. Kök, gövdə və çətir. Əla. Tullantısı olmayan bir materialdır desək bu nədir? Tullantısı olmayan material oduncaq. Oduncaq. Konstruktiv oduncaq materialdır desəm bu nədir? Konstruktiv oduncaq materialı fanil. Hansı ağaclar kəsilir? yaşlı və yaşlı ağaclar və quru ağaclar. Yaşlı və quru, cavan və sağlam ağaclar ağciyərləridir elə bir təbii. Bəli. Tamam müəllimə var burada. Tamam müəllimə var. Bəli. Hə. Tamam müəllimə deyin görək. Oduncağı lifləri boyu eninə uzunluğuna kəssək burada nə əldə olunur? Tekstura yaranır. Hər bir ağacın özünə xas, daha doğrusu əvəz edilməz səsi. O iyi qoxusu, teksturası. Bir də rəngi. Rəngi var. Oldu. Desək ki, ağacın, bax, biz sənayedə ağacdan istifadə edirik. Hansı hissəsindən? Oduncağın bütün hissələrindən istifadə olunur. Çiçək kimi. Aha, harda, nə hazırlana bilər? Oduncaqdan deməli binaların tikintisində əsas istifadə olunur. Mebellərin düzəldilməsində. Yəni məişətdə, tikintidə. Məişət işlərində, tikintidə. Sənayedə, bir də alətlərdə. Bəli, alətlərdə. Yəni bütün sahələrdə istifadə etmək olur. Ağacın gövdəsini eninə böləndə nə əldə olunur? Şalban. Uzun? Uzunluğa böləndə tir, tircik, taxta. Bəs desək şalbanın 4də 1. Bəs desək ki, şalban yanı nə olur? Şalbanın yan hissəsinə şalban yanı deyilir. Bəli. Konstruktiv oduncaq materialdır. Bu faneldir. Hə, oldu, tamam müəllimə sizə də dedik. Qaldı burdan ki, Nərmin Bərdə. Müəllimə uyğunsuz? Yox? Bəli, müəllim. Hə, buradasınız. Yaxşı, deyin görüm nədir tir? Tir eni 100 millimetrə qədər və eni uzunluğundan 2 dəfə az mişar materialdır. Tir. Düz demədim. Tir anadır, tircik baladır. Deyin görüm. Hə. Eni 100 millimetr, eni uzunluğu. Eni və qalınlığı 100. Hə, eni və qalınlığı 100. Çarıq kimi qaçdırdım evdə. Eybi yox. Eni və qalınlığı 100 mm-dən çox. Hə, çox mişar material. Hər bir 100 mm çox mişar materialdır. Taxta eni qalınlığından 2 dəfə artıqdır. Tircik də eni qalınlığından azdır. Bəs desək ki, özəyindən hazırlanır ağacın, yoxsa özəyin bir hissəsindən? Hansı müəllimə? Tir. Hə.
Tir özəyindən hazırlanır. Hə, tircik bəs. Özəyinin bir hissəsindən. Lövhə nədir? Lövhə şeydir. Elinə kəsdikdə lövhə alınır. Necə? Şalbanı uzunla kəsdikdə lövhə alınır. Sizə afərin. Yaxşı, oldu. Bağlayın səsi. Sən bir dənə ürək göndərim, şir göndərim sənə. Gəlsin növbədəki müəllimimiz bizi deyə qoy. Günay müəllimə. Günay müəllimə, buradasınız? Hə, buradasınız. Günay müəllimə, bax bu kitabla yadda saxlamışdıq. Mişar material 4 dənə elementləri. Enli, ensiz, kənar. Bunun haqqı deyin. Səsiniz gəlmir. İstəyir çıxın gəlin, gözləyirəm. Hə. Yox, səs çox az gəlir. Hə, indi gəlir. İndi gəlir. En kəsik təpi Hə. en səthinə kənar deyildi. Ensiz səthinə də kənara ensiz də deyilirdi. Aha. Enli səthinə də təbəqə deyirdilər də lay. Bəli, təpə. Təpədə təpə nə deyilirdi? Təpədə təpəsinin En kəsik. Bəs kəsişmə nöqtəsi nə olur? Necə kəsişmə nöqtəsi? Hə. Kəsişmə nöqtəsi. Hə, o da til olurdu da. Ofər. Bəli. Fanelin hazırlanması neçə vərəqdən istifadə olunur? Bir neçə soyulmuş şpon bir-birinə yapışdırmaqla alınır. Bəli, 3 və daha artıq. Deyirəm ki, xüsusi dəzgahlarda kəsmə yolla əldə olunur. Nədir? Şpon vərəqləri idi. Şpon, bəli. Xüsusi dəzgahlarda əldə olunursa? Panel idi. Üzr istəyirəm, soyma dəzgahlarında desə? Paneldə də soyulmuş şpon. Hə, soyulmuş. Oldu. Gəlsin, Günel müəllimə söylədik. Gəlsin. Günel müəllimə. Günel müəllimə demiş, mənim adım yazmışsınız, yaxşı. Günel müəllimə çıxır. Günel müəllimə. Dekabr. Yoxdur. Çıxıb gedib yəqin. Yaxşı. Ötəki müəllimə adını çəkmiş. Zəmxarə müəllimə var. Yoxdur. Boy, gözümün önündə siz görmürəm. Zəmxarə müəllimə. Gözləyirəm sizi. Bir dənə çıxın, gəlin. Səs var, yoxu verir. Sonra Lara müəlliməyə sual verəcəm. Qərənfil müəllim kamerasını açır. Onu görmürəm. Narahat olmayın. Hələ buradayıq. Bir 2 saat. Hüdiyyə müəllimə deyir, nə 2 saat? Gedirəm yatmağa. Gəldi Zəmxarə müəllimə. Zəmxarə müəllimə, gəldiniz? Bəli. Hə, deyin görün panelin hazırlanma ardıcılığı. Paneli almaq üçün şpon lentindən mübah qurulucuda kəsilir. Qurudulur, kamerlarda qurudulur. Sonra onlar təbəqələrə yapışqan sürdürmə vasitəsilə yapışqanlar sürdürülür və üst-üstə yapışdırılır. Yapışqan indi paralel yoxsa perpendikulyar olur? Perpendikulyar. Düzdür. Fanellərin müsbət xüsusiyyətləri. Daha doğrusu xüsusiyyəti. Möhkəmdir, çatlanır, əyilir və asan emal olunur, kəsilir. Harda istifadə olunur? Evlərin tikintisində, mebel sənayesində və maşın qayırmada istifadə olunur. Çiçək kimi. Əla. Oduncaq yonqarlı pültənin qalınlığı? 10-26 millimetr. Olqarit nə cür olur bəs? Olqarit də nədir? Liflərə qədər doğranmış olur. Sonra para verilmiş oduncaq liflərindən hazırlanır. Eyni şəkildə də preslənir, o da preslənir. Bildim. Bəs burada hansı rəng olur, belə deyək? Boz rəngdə hamar çəkli olur. Düz, boz, hamar. Müəllim mi? Əla. Gəlsin, danışsın. Lara müəllimə demişdim də, hə? Təzədən qayıdacaq təşkilata az adam qalır. Lara müəllimə buradadır, yox? Bəli, mən buradayım. Buradasınız? Hə. Deyin görək. Oduncaqla piltələr
Rin mənfi xüsusiyyəti nə idi? Onlar rütubətdən qorxurdu. Fanir laylara ayrıldı. Filtrələr isə şişirdi, bir də mükəmməliyini itirirdi. Bəli, düzdür. Deməli, deyin görək iş yeri nədir? İşin alətlərlə təchiz olmuş məkan idi da. İşin müxtəlif alət və tədqiqatlarla, bəli, düzdür. Xarrat Verstaqının ümumi hissəsində nələr var idi? Ümumi görünüşündə. Ümumi görünüşündə üst hissə idi, alt hissə idi. Bir də ki, bu nə idi? Fırladıcı və vint başlığı olacaq. Mən onu göstərmişdim. Bəli, fırladıcı və vintin başlığı bu ümumi görünüşdədir. Bəs deməli, Verstaq altında ayaqlar idi, paz idi, bir də birləşdirici. Düz. Bir də ön ayaqlar, arxa ayaqlar, paz, bir də birləşdirici. Aha. Bəs desək ki, iş yerinin keyfiyyətli olması, səmərəli olması nəyi artıracaq? Məhsuldarlığı. Mədəniyyət və məhsuldarlıq, hə. 2 M, mədəniyyət, M, məhsuldarlıq. Verstaq hansı sözdən götürülüb? Emalatxana idi, Feceliqa. Yadımdan çıxdı, amma emalatxana demək idi. Bəli. Alman dilindən götürülüb. Alman. Gəl görüm qərənfil müəllimə. Mizin üst taxtası. Qərənfil müəllimə, mizin üst taxtası. Yoxdur, çıxdı. Sevinç müəllimə gəlsin. Sevinç müəllimə də yoxdur. Qoy olmayanlara bir dənə ulduz qoyum görüm. Sevinç müəllimə, gətə oradan kim qalıb? Bir dəqiqə baxım. Deməli. Yoxsa, hamıda soruşmuşam. Zəmxarı müəllimədən soruşdum. Ha. Kimdir o? Kölə müəllimə, sizə də soruşdum. Buyurun, nəsə demək istəyirsiniz? Xeyr, müəllimə, deyirdim, məndən soruşmamışsınız bu dərsi. Yox, bu dərsi, dedim axı, bu dərsi yox, amma hamıya düşəcək sual. Ümumi 5-ci sinifin sual cavabı olacaq. Fərdə müəllimə qalıb, baxı. Fərdə müəllimə qalıb. Bəli, müəllimə. Səs də çıxartmır, ayaq. Mizin üst taxtasından danışın. Deməli, mizin üst taxtası yuva, paz, nov, dayaq, ön sıxıcı, bir də arxa sıxıcıdan ibarətdir. Düzdür, 3 dənə tərtibatı da say. Deməli, fırladıcı, nə müəllimə? Hə, tərtibat atlıq dayaq, mişarlama qutusu, bir də atlıq dayaq, mişarlama qutusu. Atlıq taxta, mişarlama qutusu və? Bir də ki, dayaq idi də müəllimə. Hə, dayaq idi. Bunları da açıqlayın. Deməli, mişarlama qutusu müxtəlif bucaqlar altındaydı. Atlıq taxta ülgünü çəkmək üçün idi. Dayağı isə mişarlamaq üçün istifadə olunurdu. Mişarlama qutusu kəsirdi, dayaq isə mişarlayırdı. Qərənfil müəllimə, gəldiniz, gəl görüm. Denən görək 3 dənə tərtibatı de oduncaqla işləmək üçün. Necə müəllimə? Oduncaqla işləmək üçün 3 dənə tərtibat var. Atlıq taxta, dayaq, mişarlama qutusu. Həccac. Həccac? Hə. Həccac şeydir də, xarrat işlərində. Həccac başqa mövzu idi, müəllimə deyəsən. Həccacla xarrat, ha, nə idi? Xarrat və həccacda görüm. Oduncaq üzərində işlər aparan. Bəs oyma işi yerinə yetirən kimdir? Həccac. İş yerinin keyfiyyət. Həccac da, xarrat elə bil ki, Yəni mövzunun içində həccac yox idi, ona görə belə çalışdım. Var, ən aşağıda yazılıb. Elə bil ki, səndən məniyim. Mən xarratam, stol hazırlayıram. Artıq stolun üstə belə bəzəklər vuran şəxsdə ki, sən də oldun həkk girirsən də həkk giririk. Yaxşı, bəs denən görüm, alətlər harada yerləşir? Alətlər harada yerləşir? Xarrat Verstaqında. Xarrat Verstaqında, yeşiklərdə, alətlər üçün yeşiklərdə. Xarrat Verstaqında alət üçün yeşik var. Xarrat Verstaqında. Denən görüm, harada yerləşir? Növündə.
Yerdən danışmayırlar. Bəli, novunda yerləşir. Deməli, xarat verstaqı şagirdin boyuna uyğun olmalıdır, yoxsa yox? Ovucular deməli, ovuc toxunmalıdırmı masaya, yoxsa yox? Bəli. Bəli, olmalı. Hə. Yaxşı. Nədir müəllimə mişarlama? Bir dənə bunu da deyin get. Mişarlama. İndicə mişarlama nədir? Mişarlama yerin üzrə alınmaqla yarğın açılmasıdır. Oduncağın hissələrə ayrılması. Bəli, söz gedin. Gəlsin, deməli, qoy bir dənə baxın. Süsanə müəllim qalsın. Süsanə müəllim buradasınız? Yox, çıxmısınız? Süsanə müəllim yoxdur? Yox. Bir dəqiqə. Hamının adını çəkmişəm, yox. Birinci qrupda hamının adı getdi. Amma indi deməsin kimsə ki, ay müəllim, mən sıralamada mən ikinci idim. Çünki bu qədər adamda sıralama çatdıra bilməyəcəm. Aytac müəllimə gəlsin. Aytac müəllimə deyin görün, mişarlama zamanı deməli, işin keyfiyyətli yerinə yetirilməsi nədən asılıdır? Bundan danışın. Bilmədim ki. İş yerinin keyfiyyətli olması nəyi azaldacaq? Nəyə qənaət edəcək? İşin keyfiyyəti vaxta qənaətdir, sonra daha tez elirdi. İstifadə etdiyimiz məhsula da pəs daha qənaət eləmiş olurduq, vaxta qənaət etmiş olurduq. Bəli, emal payı, detalın hazırlanması, yəni buradan da qaynaqlanırdı ki, emal payı mişarlamaqda var, nişanlamaqda yoxdur, düzdürmü? Bəli. Nədir ki, mişarlama? Mişarlama yeri nəzərə alınmağa, oduncağın hissələrə ayrılması. İndi mən sizdən 3 dənə söz soruşacağam. Əgər 3-ünə düzgün cavab verirsəz, sizə bir dənə ürək atacağam. Deməli, deyin görək, oduncağı, tamam müəllimə, siz də qulaq asın, keçən dəfə bunu səhv eləmişdiniz dərsdə. Aytac müəllimə desin ki, oduncağı mişarlamaq üçün bizə nə lazımdır? Mişar. Xarat mişarı. Xeyr. Bax, görürsünüz ki, özdə vurğulamışam. Bu üst gün deyil, heç bundan əvvəl də görün. Bilmədim. Əl və elektrik mişarına. Hə, mişarların növlərini soruşursunuz. Soruşmadım onu. Mən elə dedim ki, deyirəm ki, oduncağın mişarlanması nə ilə aparılır? Deyəcəksiniz ki, əl və elektrik mişarı ilə. Bəs desəm ki, emalatxanada hansı mişar növünə istifadə olunurdu? Burada xarat mişarı idi. Bəli, bəs mişarın növlərini say desəm. Hə, burada yaylı mişar, diskli mişar, bir də yaylı, diskli, bıçqı. Diskli, yaylı, bir də şey. Mən də desəm oduncaq nə mişarlandı? Burada heyecanlandım. Elektrik, bir də adi mişarla. Əl və elektrik mişarla. Əl və elektrik, adi mişar da əl mişarı. Kitabda olanı danışın. Get. Sən sevmədim. Gəlsin Mehri müəllimə. Sıralayıram, sırayla gedəcəm. Mehri müəllimə desin ki, nədir mişarlama yeri Mehri müəllimə? Çıxdı Mehri müəllimə? Yoxdur. Ay, mən niyə zəncir? Yəqin indi tez səhər deyir. Sıra. Hə, deyin görün mişarlama nədir? Mişarlama yeri. Mişarlama hissələrin kəsilməsi prosesidir. Xarat mişarının hissəsi. Zolaq, dişlər, dəstək. Əsas hissəsi. Əsas hissəsi zolaqdır. Bəli, dişləri çətilmiş zolaqdır. Danışın mişarın dişləri haqqında. Nə işləri? Dişlər. Hə, dişlər eninə, uzunluğa, bir də eninə, uzunluğa, bir də uzunluğa. Bəli, bu ölçülər də deyin. Ölçülərdə müəllimə, liflərin eninə elə bir 90 bucaqdır. Yox, eninə 45 bucaqdır, uzunluğa 90 bucaqdır, eninə, uzunluğa 90 bucaqdır. En uzun bərabər 90-dır, amma uzun da desək 90-a 90-a çoxdur. Kiçikdir. Kiçikdir, hə. Bəs desək ki, bu sol əlin baş barmağı imtahanda düşmüşdü. Ondan danışın baxın. Hə.
Özüm dedim ki onu. Deməli, sol əlin oduncağı mişarladıqda sol əlin baş barmağından elə bir oduncağın yan tərəfinə basırıq ki, mişarlama xətti qabağa düşsün. Sol əlin baş barmağının təsahün yan tərəfindən tuturuq ki, bu da nişanlama. Mişarlayan zaman nişanlamanın qarşısına düşsün. Yaxşı. Qarşısına düşsün, bəli. Gəlsin yeganə müəllimə Dekabr Məmmədova. Yeganə müəllimə, deyin görək, mişarlama qutusu haqqında ümumi məlumat, çox böyük sual verdim sizə. Bəli, mişarlama qutusunda bucaqlar var. 30, 40, 45, 60, 90. Mişarlama qutusu 1 təməl 2 tircikdən ibarətdir. Başqa nə var? Mişarlama qutusu müxtəlif bucaqlar altında kəsmək üçündür. Bəs mişarlama qutusunu işlədiyimiz zaman pəstahı harda bərkidək? Sıxacda, 5 dəfin sıxacında. Hansı hissədən ibarətdir? Təməl və tircik. 1 təməl 2 tircik. Düzdür. 1, 2, 3, 4 dənə sual düşdü. Bir dənə də sual vereyim. Oduncağı mişarladıqdan sonra zəruri olaraq ortaya çıxan nə olur? Onun təmizlənməsi, yeyələnməsi. Təmizlənməsi, yəni yeyəlmə, törpü, sual. Emal edilməsi və təmizlənməsi. Oldu, yaxşı. Gəlin. Bu tamam müəllimə. Sıralayıram artıq. Bu sırandan da hələ neçənci mövzudayıq? Asman müəllimə, zəhmət olmasa bayaq dediyiniz sualı bir də təkrarlayın görək. Nə sual vermişdim? Bu müəlliməyə axırıncı oduncağın emalı zamanı zəruri. O oduncağı elə bil ki, o sol əl sözü var ya, onun kitabda, onun altında tək belə nazik cümlədə yazıb ki, oduncağı mişarladıqdan sonra zəruri olaraq ortaya çıxan nə olur? Oduncağın təmizlənməsi. Onu da ay müəllimələr, mən ondan yadında saxlamışam ki, mişarlamadan sonra yeyələməyə keçiriksə, yeyələmə də təmizləmək üçündür və ondan yadında saxlamışam ki, təmizləmə olmalıdır. Çünki ona görə biz yeyələməni mişarlamanın həmən mövzundan bir yerdə keçirik. Bəli. Sonra keçək. Gəlsin kim? Tamam müəllimə. Hələ 10-cu mövzudayıq. Tamam müəllimə yoxdur, çıxır. Buradayam. Buradasınız? Kitabı keçəcək buyur müəllim. Bəli, müəllim. Bəli. Kəmalə müəllim, yorulmusunuz? Yorulmayın. Onsuz da danışam mənə. Müəllimə, axıra qədər məncə çatdıra bilmərik. 15-ini keçək, 15-ini. Çox gec başladığı ürəyim. 21:00-da başlamışıq. Tamam müəllim, onda desin ki, yaxşı 15-ni edərik bugün. Desin ki, deməli, törpü, yiyə və suvant haqqında danışaq. Törpü iri çəltikləri olan təmizləmək üçün nəzərdə tutulur. Suvant xırda çəltikləri, yiyə isə müxtəlif hündürlüklərdə olan təmizləmək üçün nəzərdə tutulur. Bəs desək ki, müxtəlif əyri xətli səthlərin emalında istifadə olunur? O sumbata çalsın. Yox, tək suvant. Müxtəlif əyri xət görsəz törpüdür. Sadəcə əyri xət görsəz nədir? Əyri xət onda törpü, suvantdır. Düzdür. Müəllimə, deyin görək, bərk oduncağın emalında istifadə olunur? Yeyə. Kobud təmizləmə desə? Törpü. Kobud yonma desə? O şərfədir. Çiçək kimi, mükəmməl. Baxın. Deməli, bir dəqiqə üzr istəyirəm. Əgər mən yatsam, orada konsert olacaq. Deməli, bunlar dedik. Gəlsin Dilbər müəllimə. Dilbər müəllimə, buyurun. Yeyənin hissəsini sayın. Bəli. Yeyə, ardıca. Dəstək, üzük, davan, tircik, kərtik, üç hissə. Çiçək kimi, mükəmməl. Bəs desək ki, tablandırma nə olur? Tablandırma müəllimə, elə ki, 50-30 dərəcədə qızdırırsan, sonra sürətlə də soyudursan. Onda bəklə də. Nəyi? Poladı. Bəs desək ki, poladı indi qızdırıb reski soyudanda dedik ki, polad böhranı artır. Bərk olur. Bəs desək yavaş-yavaş soyuduruqsa nə baş verir burada? Onda heç nə müəllimə alınmır da. Yox, orada da 8-ci sinifdə idi. Mənə bunun cavabını desin Hicran müəllimə.
Deməli, onu poladı qızdırıb yavaş-yavaş soyudanda yumşalır. Bəli, yumşalır ki, bundan da dekorativ, bəli, məftillərdən əşyalarda istifadə olunur. Düzdür. Əla. Tərtibatı yox, Dilbər müəllimə, deyin görün sümbata kağızı nə olur? Sümbata kağızı iki cür olur müəllimə. Bir iri dənəcikli, bir də xırda dənəcikli olur da. Parçanı ya kağız üzərində olur. Kobud işləri götürülür. Xırda dənəciklərlə qazaqlama iş aparılır. Təmizləmə iş yapılır. Bəli, belə. Bəs desək ki, yaxşı, siz gedin necə deyil. Maşallah. Yox, müəllimə, deyirsiniz tablandırma, sonra deyirsiniz ki, bəs yavaş-yavaş deyir, onda heç nə. Vacib. Hə, heç nə. Onda gəlsin, deməli, Fərdə müəllimə. Sıradan gedəcəm, deyəcək Fərdə müəllimə axırı soruşdunuz. Fərdə müəllimə buradadır? Yoxdur. Çıxıb. Yaxşı. Gəlsin, Mirya müəllimə. Elə Mirya müəllimə danışdı. Mirya müəllimə gəlsin. Mirya müəllimə, 5 takın üzərində biz dişləri necə yerləşdirməliyik? Yəni bu belə deyək, bıçqın dişlərini necə olmaqla yerləşdirməliyik? Alətlərlə bir yan üstə qoyulmalıdır. O rəndədədir. Deyirəm ki, mişar var, bildiyimiz mişar. Bununla işlədiyimiz zaman nə cür yerləşdirək 5 tak üzərinə? Kənara düşsün də onun dişləri. Yan tərəfə. Bəli. Yəni kənarda olmalıdır. Bəs desək ki, baxın, bu oduncaqdır, bu dəlində mişar. Oduncaq belə mişarlayan yerdə, mişarı burada saxlaya bilərəm oduncaq. Mişarlama yerində müvəqqəti dayandırmaq olar? Yox, müəllimə, dayandırmaq olmaz. Niyə? Onda nə baş verə bilər? Sizin öz fantaziyalarınıza baxaq. Dişlər, mən səhv eləmirəmsə, dişlər onda sına bilər də, yox, əyilə bilər. Həm də bu oduncaqdır da, oduncaq bunu sıxar, sıxılıraq ağac, o orada qala bilər, ona görə olmaz. Yaxşı, yonucu alətlərimiz hansılardır? Son 4 mövzu, son 5 mövzu. Yonucu alətlərimiz şerxibildir, rəndədir, bir də füqandır. Rəndənin hissələrini gətirin, baxın. Rəndə demək ki, metal, taxta qəlbdir. Dəstəkdir, pazdır, bir də bıçaqdır. Bəli, qəlibdən, bıçaqdan, dəstəkdən və pazdan ibarətdir. Çox vaxt testlərdə dayaq düşür. Sizə neçə sual düşdü? Hələ 2 dənə. Yonqar-qıran hissələrini müəllimə ardıcıl gətirin ki, sabah imtahanda düşəndə çaşmayasınız. Demək, yonqar-qıran hissələri bıçaqdır. Yonqar-qırandır, bıçağın kəsici tiyəsidir, bir də boltdur. Bıçaqdır, yonqar-qırandır, boltdur və bıçağın kəsici tiyəsidir. Yəni, bıçaqla başlamışıq, bıçağın kəsici tiyəsilə də bitirmişik. Yəni, 4də də budur. Deyin görək, bax, müəllimə, nə deyirəm? Demirəm ki, ilkin kobud yonma nələ aparılır. Deyirəm ki, ilkin kobud yonmanı yerinə yetirdikdən sonra oduncaq nə vasitəsilə hamarlanır? O rəndədir, rəndə vasitəsilə. Qəşəng. Allah. Mirya müəlliməyə maşallah. Keçdik. Sağ olun. Gəlsin Mirya müəllimə. Nərmin. Bərdə. Var? Bəli. Buradasınız. Yaxşı. Deyin görək, fuqanla işləmək. Fuqan haqqında məlumat verin. Fuqan rəndədən uzundur. Ondan hamay və yastı sətlər alınır. Fuqanla işləyəndə nəyin arasında bəlkidək? Dayaqla pas. Bəli. Emal olunacaq səthi aşağıda da olsun, yuxarıda? Yuxarıda. Bir də ardıcıllığı gətirin, rəndəliyin baxın. Rəndəliyin? Rəndən hansı əlimizdən tutaq? Emal olunan səthin üzərinə qoyuruq. Onu deyirsiniz. Üzərinə qoyuruq, irəli itəliyirik. Əsasən rəndəliyəndə birinci ön hissəsinə basırıq, sonra arxa hissəsini sıxırıq. Hərəkət etdikdə də onun üzərinə, səthin üzərindən də axıra yaxın qaldırırıq ki, düzdə hamar alınsın. Lazımı qalıqda olana qədər də yonuruq. Bəs desək ki, tirişkə var? Tirişkə varsa da əks istiqamətə yonmaq lazımdır. Sənə afərin, get. Bu imtahanda
düşmüşmüş. Gəldi Tərənə müəllimə. Tərənə müəllimə var. Dekabr. Oxuya biləcək. Yoxdur. Yəni burada yanılır. Tərənə müəllim, zəhmət olmasa bu ardıcılığı siz də deyin baxım. Rəndələməyi. Bəli. Yoldaş tam doğru danışdı. Rəndələ sağ əlimizi qabaqdan tuturuq, sol əlimizi daldan tuturuq. İrəli gedəndə üstündən basırıq da təsir göstərir. Bu işlək gedişdir. Geri qaydanda isə götürürük, qaldırırıq, üzərindən qaldırırıq. Bu zaman isə işlək gediş olmur. Dala qaytaranda üstündən basmaq lazım deyil. Bir də orada tirişkələr əmələ gəlirsə, əks istiqamətdə yolmaq lazımdır. Hə. Burada yəni deyirik ki, hə, deyil. Yonduqdan sonra isə rəndəni qoyanda yanı üstə dişini bizdə ağzını tutan olan hissəsini özümüzdən kənara, bizə baxmamalıdır, elə qoymaq lazımdır. Bəli. Baxın, indi bu yoldaş müəllimə danışdı. Çox yaxşıdır, maşallah əladır. Bəzi bilməyən müəllimlər üçün deyirəm. Fərz edin ki, bu rəndədir. Sağ, arxa, sol, ön əlimizlə tuturuq. Rəndəni qoyuruq və deməli ki, ilkin olaraq ön, yəni bu aşağı tərəfdə, çünki axı bunun bıçaq tərəfi burdadır, ön tərəfdədir. Ön tərəfi sıxırıq, sonra aşağı tərəfdə, arxa tərəfi sıxırıq ki, getdikcə də deməli aşağı etmək yox, yəni olduğu kimi yəni irəliyə olmalıdır. Bu da əsasən testlərdə düşür ki, situasiyada düşə bilər ki, rəndəni işlədiyimiz zaman hansı tərəfə hərəkət etdiririk, sağa, sola, aşağı, yuxarı və s. Yox, burada yalnız irəliyə doğru olmalıdır. Sonra isə bir dəqiqə Sevinç müəllimə gəlir. Baxın, bir dənə qəbul edək. Sonra deməli tam yonduqdan sonra isə olur tirişkə varsa, bunda əks istiqamətə yonmaq lazımdır. Sizlə bir dənə də sizə sual verim. Hələ bir dənə düşdü sizə. Yonqarları, bax, dölgər alətlərindən yonqarı nənə təmizləyək? Pazla. Bəli, taxta paz. Təkcə yonqar desəm? Onu fırça ilə. Çiçək. Əla. Bəs desə yan üstəndə demisiniz. Müəllimə, burğulayan zaman nə cür deşik açılır? Burğulayan zaman iki tərəfi açıq və ya bir tərəfi açıq deşiklər açılır. Düzdür. Bəs yox. Mən burada açar sözünüz başqa bir şeydir. Deyirdim ki, burğulayanda nə cür deşik açılır? Burğulamanın açar sözü nə olacaq? Tək burğunu. Silindrik deşik açılır. Burğulayan zaman. Burğulayan zaman elə silindrik sözdə odur ki, silindrik deşik açılmasıdır. Bəs siz deyin görək, yonqar demək burğulayan zaman aşağı yoxsa yuxarı olanda çıxırdı yonqar? Yuxarıda o qanovcuqlar var, ondan yuxarı çıxır. Bu bizim fantaziyamızdır. Amma real olaraq burğulayanda değişirsən, stolun altına tökülür yonqar. Yəni aşağıya doğru, yuxarıdan aşağıya doğru. Əslində dediyiniz belə həqiqət var ki, burğulayanda o Müəllimə, keçən səfər Mado çox maraqlı idi ki, axı o yuxarı qalxır, niyə elə yazmışlar? Biz altdan da yonqar. Hə, bilirəm, yadıma gəlir, mənə demişdiniz, kimsə demişdi. Müəllimə, bax, bu yonqar spiralların arasında olmaqla çıxar. Onu biz real olaraq düşünə bilərik. Amma altdan da çıxır axı yonqar. O aşağı tökülür, bax, o nədir, saxlaya bilərik. Kitabda elə yazıblar müəllimə. Bəli. Yuxarıdan aşağıya doğru hərəkət edən zaman bəli, yonqarlar çıxır. Bəs desək ki, deşiyin 2 dənə forması hansılardır? Deşiyin forması kvadrat deşik alına bilər, silindrik deşik alına bilər. Bunlar deyirdiniz mənim? Yox. Məsələn, sualı səhv başa düşdüm. Burğulama zaman 2 cür deşik açılır. Hə, onu birinci dəfə deyirəm. İki tərəfi açıq və ya bir tərəfi açıq deşiklər alınır. Bəli, bunu da tərif olaraq deyən kitab dilindən deyək də, müəyyən dərinlik, yoxsa detal boy bu hansıdır? Detal boy değişilirsə də bu iki tərəfi açıq deşiklərdir. Müəyyən dərinliklə açılırsa o bir tərəfi açıq deşiklərdir. Bəli, müəyyən dərinlikdirsə, bəli, bir tərəfi. Əla. Dahasınız var? Az sual düşdü, qabilini də ver. Yox. Yox, qabilin. Yalnız millət çoxdur. Yalnız əsas kəsən tildən ibarətdir. Hansı vurğu növüdür? Yalnız əsas kəsən tildən. Yox. Yalnız əsas spiralvari. Hə, bir də 4-də nə var idi? Spiralvari, qaşıqvari. Birinci spiral, sonra mərkəzvari, şinekvari, qaşıqvari.
spiral mərkəz, şinik, qaşıq. Spiralvari ilə qaşıqvari də yalnız Hə. kəsəntidir. O birisilərdə isə Demin. müştərəkdir. Demin. Müəllimə. Hə. Hə, Əla. Gəlsin bir dəqiqə qoy görək yoldaşı qəbul edim. Sevinç müəllimə də gəlib. Aha. Gəldik, baxırıq biz nəyə. Növbədəki müəllimimiz kimdir? Zəmxarə müəllim. Bu kuruqu bitirəcəm, yəqin ki, dərs də bitəcək. Zəmxarə müəllimə gəlsin. Buradadır. Hə, buradasın. Zəmxarə müəllimə deyir ki, şinek var nə? Şinek oldu. Bir adam adına çevir. Şineklə qaşıq var da, şineklə mərkəzin üstəlik hissəsi var. Bu hansıdır? Bunlar orada əsas kəsəntilidir, təpəlidir, bir də ki, spiralvari kəsəntidir. Bəs desək ki, yalnız əsas kəsən tildən ibarətdir. Yalnız əsas spiralvari ilə qaşıqvari ilə. Bunlar da bir dənə. Burğunun işlək hissəsində var. Burğunun işlək hissəsində nə var? Hə. Burğu. 2. Hə, 2 kəsəntil. Bir də 2. İki kəsəntil, 2 dənə idi işlək. 2 əsas kəsəntil, 2 spiralvari kəsəntil. 2 əsas kəsəntil. Gəldim. Zəmxarə müəllimə desin ki, əldrelinin hissələri. Əldrelin hissələri, deməli, əldrelin hissələri, hə. Dayaq, fırlatma dəstəyi, burğu, patron, patrona görə. Bəs mexanikada hansı hissə var əlavə? Dəstəyi. Tutma dəstəyi. Mexanikada hansı ötürmə var? Dişli ötürmə. Bəli, dişli ötürmə. Gəlsin, Günel müəllimə buradadır. Günel müəllimə var. Yoxdur. Yaxşı, Günel müəllimə bir dənə ulduz qoyaq. Baxacağım sonra. Gültəkin müəllimə gəlsin. Bir sıra qutarıb, 2 sıra müəllim qalıb. Gültəkin müəllimə desin ki, əldrelinin hissəsi. Əldrelinin dəstəsi özüm. Əldreli, deməli, onda əldrelində tutma dəstəyi yoxdur. Aha, 4 dənə hissəsi var, nədir? Hissəsi var, deməli, burğu, patron, sonra dayaq idi da, o belə dayaq. Bir də ki, fırladan da neydi? Fırlatma dəstəyi. Çiçək kimi. Ümumiyyətlə, biz deməli, nişanlama aparırıq burada. Nişanlama nə vasitəsilə aparılır? Nişanlama həm bizlə, həm də karandaşla aparılır. Düzdür. Ardıcılığı deyə bilərsiniz? Deməli, deşiyin yeri nişanlanır. Sonra direl düz bucaq altında tutulur. Düz bucaq altında tutulur. Düz bucaq altında tutulandan sonra deməli, yuxarıdan da elə bil ki, o dayaqdan əzik göstəririk, sıxılır. Sonra isə fırlatma dəstəyi tutulur. Sağ ol, müəllimə. Əla, çox yaxşı, çox yaxşı. Çünki kimsə vardı, demişdi, burğulanır, sonra sıxılır. Elə onu gözləyirdim, görək necə cavab verəcəksiniz, maşallah. Gəlsin, az sual düşmədi müəllimə? Düşdü? Yox, necə məsləhətdir, yenə verə bilərsiniz, verməyə də bilərsiniz. Bir dənə sual verim. Deyək ki, deməli, nəyə görə təzyiq azaldılır? Deməli, orada təzyiq ona görə azaldılır ki, axıra yaxın təzyiq azaldılır ki, sınıb dağılmasın da material. Oduncaq, düzdür, əla. Keçdik İlahə müəlliməyə. İlahə müəllimə desin, gəlsin. İlahə müəllimə, buradasınız? Bəli, burada. İlahə müəllimə, deyin görək, atlıq taxta nə üçün qoyulur? Zədələməməsi üçün. Bəli. Bəs desək ki, əl və mexaniki drildə, baxın, diqqətlə qulaq asın, əl və mexaniki drildə drili verstaqın üzərinə necə qoymaq lazımdır? Özümüzdən qabağa qoymalıyıq. Bəs desək ki, rəndəni? Yanı üstə qoymalıyıq. Bəs mişarı? Kənara qoymalıyıq. Aferin, aferin, aferin. Bəs denən görüm.
Bu əldirel olsun, istər mexanik olsun, tutan zaman deməli əlimizdən fırlamalıyıq, düzdür? Bunu sizcə sürətli yoxsa sərbəst? Sərbəst. Aferin. Oldu. Oduncağın birləşməsi, hissələrin birləşməsi üçün nədən istifadə olunur? Mismar, şurub, yapışqan. Metalda? Metalda tərcim qatlama tikişi. Ən geniş yayılan hansıdır? Qatlama tikişi. Aferin, get. Südabə müəllimə gəlsin. Südabə müəllimə var? Gördüm. Südabə müəllimə gəlin. Bəli. Bax, müəllimə, mənə baxın. Bu mismardır. Mismarı bıraq baxaq görüm taxtaya. Qəşəng. Buradan baxacağam bir-bir. Mismarı sol əlimizlə tuturuq. Nə tutursan? Müəllimə, nişanladın. Əvvəl nişanlayırıq. Pahalı anlamadım, müəllimə. Bəli, mismarın vurulma ardıcıllığı. Oduncaq materialların deyirik ki, birləşdirilməsində mismar, yapışqan. Onları nə edirsiniz, müəllimə? Mismarın vurulma ardıcıllığını gətirin. Mismar başlıq, mil və uzluqdan ibarətdir. Müəllimə, mismar onu nə edirəm, qurban olum. Deyirəm, mismarın vurulma ardıcıllığını gətirin. Geçin nişanlanır. Aha, Zəmxarə müəllimə, danışmayın, səsi bağlayın. Həmən sizə baxıram, heç kimə baxmıram, çünki benim. Müəllimə, mənə bax, mismardır. Hə, tutdum. Nişanlayacağım birinci yeri. Böyük detal, kiçik detala, yoxsa kiçik detal böyük detala vurulur? Kiçik detal, böyük detal. Bəli. Sonra məsafə nə qədər olur? 20-30 mm. Düzdür. Hansı barmağımızdan tuturuq? Sol əlin baş barmağı ilə. Belə? Belə, bu iki barmaqla. Baş və şəhadət barmağına. Şəhadət, baş və şəhadət. Bəs sonra nə baş verir? Sonra yüngül olur, yoxsa promo zərbələr, bərk zərbə vurulur? Deyil, əvvəlcə yüngül zərbələr vururuq. Əvvəlcə yüngül çəkiclə yüngül zərbələr vururuq. Bir hissə getdikdən sonra, yəni o əyilməsin deyə də deyildik ki, əgər əyilərsə kəlbətinlə, yastağız kəlbətinlə onu çəkirdik yenidən və taxtanın o üzünə keçibsə əyilib onu düzəldib təzədən bir də vururduq. Ən sonda güclü zərbələrlə işi tamamlayırdıq. Hə, Zəmxar, Südabə müəllimə, indi bax, ikimiz köməkli danışdıq. İndi ardıcılığı siz gətirə bilərsiniz qəşəng. Mən inanıram ki, gətirərsiniz. Deməli, müəllimə, nişanlayırıq əvvəl, sonra sol əlin baş və şəhadət barmağı ilə mismarı tuturuq, sağ əlimizdə çəkizlə yüngül zərbələr endiririk. Yüngül zərbələr endiririk. Nə olduqdan sonra zərbəni sona çatdırırıq? Böyük, ağır zərbələrlə. Mənə baxın bir dənə. Mənə baxın. Deyirəm ki, ilkin olaraq biz nişanlayırıq. Böyük detala, kiçik detal. Mən bir dənə sizə söz deyim də, siz promoy keçirsiniz barmağımızdan tutmağa. Heç mən bunu nəyə vururum? Bəlkə plastika vuracam. Bəlkə heç görmədim plastika vururam. Ona görə nə edirik? İlkin olaraq nişanlayıram. Böyük detala, kiçik detal vururam. Və vuran zamanda məsafəsinə baxıram, 20-30 mm-dir. Təbii bu zamanda baş və şəhadət barmağını tuturam ki, ilkin olaraq zəif, sonra isə sol əlimi çəkib güclü zərbələr vururam. İndi bu ardıcıllıq çox elementar bir şeydir də. Deyin görək. Mən sizə bir söz deyim, heç bir kəs utanmasın. Burada o demək deyil ki, kimsə yaxşı bilir və yaxud bilin. Vallahi eləsi olub Allaha and olsun. Bax, heç nə bilmə, belə baxıblar. Onları mən sonra elə öyrətmişim ki, maşallah, yəni şükür olsun da. İndi belə gedirik də. Mən misal sizə desəm ki, mismarın ardıcılığı bitdi, düz deyənmədə keçdim başqasına. Onda nə olacaq? Sıfır, heç bir şey öyrənə bilməyəcəyik. Mən inanıram ki, biz burada öyrənəcəyik. Düzdür, Südabə müəllimə? Hə. Bilirsiniz nə pis olan? Məsələn, bu gün həqiqətən oxumuşam da. Bildiyim sualların heç biri düşmür, bilmədiyim düşür, ona pis olam. Qorxuram ki, burada qorxmuram. Burada hamısı səmimi müəllimələrdir, çoxu da məndən yaşda balacadır. Yəni, çəkinmirəm. Yox, yaxşı olacaq. İnşallah ki, sonda elə olmasın. Yox, yaxşı olacaq. İndi dedik ki, nişanlandı. Deməli, nişanladıq əvvəlcə. Sonra böyük detalı, kiçik detala birləşdirdik.
Sonra baş və şəhadət barmaq, yox, neyini? 20-30. Bəli, 20-30. Bəli, 20-30 millimetr məsafəni gözləyirik. Sonra sol əlimizin baş və şəhadət barmağı ilə tuturuq. Çəkizlə yüngül zərbələr indiririk. Nəsə qaldı burada? Yox, ilkin olaraq zəif, sonra güclü zərbə indiririk. İlkin olaraq zəif, sonra güclü zərbə indiririk. Heç nə. Məxmər müəllimə çıxır. Məxmər müəllimə yoxdur. Çox pis oldum. Altına belə qabağını qırmızı qoymuşam, elə bildim ondan da soruşmuşam. Sabah dönüşə gedəcək müəllimə. Neyəm müəllimə? Valla sizin üçün edirəm. Mən də yatmaq istəyirəm. İstəmirsiniz çıxın. Çıxan varsa çıxsın, getsin, yatsın. Yox, çıxmaq istəmirəm axı, nətər çıxın. Saat neçədir? Səhərdən dərsdəyim, saat 11-dir. Mən neçə saatda dərsdəyim? Əfsuslar olsun, o sözü mən demirəm. Südabə müəllimə, deyin görək mismarın hissəsi nədir? Başlıq, mil və uç hissədən ibarətdir. Bəs şurub? Şurubsa vint, başlıq, vint, bir də uç hissədən ibarətdir. Başlıq, vint, şəkilli mildən və ucdan. Deməli ki, ən geniş yayılmış şurubun başlığına görə hansıdır? Gizli. Gizli. Mehman, mənzərə müəllimə gəlin. Görəm yatırsınız, yatmayın müəllimə. Yox, mən yatmıram, fikrim kitabdadır. İmtahana hazırlıq gedir. Deməli, deyin görək, siz də şurubdan danışın, ümumi məlumat verin. Şurubun deyir ki, demək bu oduncaq bölməsində, yəni oduncaqda ən yaxşı etibarlı şurub bölməşməsidir. Biz bilirik ki, bir mismarda yapışqandır, bir də şurubdur, amma ən etibarlısı şurub bölməşməsidir. Əksəriyyət desən? Bəli, müəllimə. Əksəriyyət desən nədir bəs? Əksəriyyət isə yapışqandır. Aferin. Başda buyur yapışqandan danışaq. Mismardan, şurubdan. Şurubdan bəli, müəllimə. Deyir ki, şurubumuz başlığı var, ucluğu var. Bir də vint şəkilli mili var. Sonra deyir ki, şurublar orada nəyinə görə, demək, orada qalınlığıydı, başlığıydı, qalınlığıydı, başlığıydı. Bir də uzunluğuna görə fərqlənirdilər. Başlığın forması? Bəli, başlığın formasına görə. Başlığın formasına görə yarım dairəvi, gizli, yarım gizli idi. Düzdür. Şurubun novuna uyğun olaraq nə seçilir? Şurubun novuna uyğun olaraq? O bilsə nə deməkdir? Şurubun başlığı olur, belə çəp, belə X formada. Ona uyğun nə seçirik biz? Nəylə açarıq şurubu? Şeydir, nədir? Bizə dəqiqə müəllimə, vint açarla bir də burğuna şey eləyirdik də. Məsələn, burğuna burğuluyursan da, onu açırsan, vint açarla da bərkindirdik. Bəli, yəni vint açandır, bizim bildiyimiz avtoyorka. Yəni bildiyimiz avtoyorka, o təhlükəsizlik qaydasında yazılıb. Bəli, bunlar da müəllimə demək şurubdan danışırdıq da. Bunlar da deyir ki, sumbata kağızından bir də yeyəklə təmizləyirik o çıxıntılarını. Düzdür, əla. Problem var, çox sual düşdü, yoxsa az düşdü? Necə məsləhətdir? Qəlbini də verim. Kazein sarı rəngli olur. Yox, neçə vaxtda bərkiyir? Möhkəm olur. Möhkəmlənir. Ümumiyyətcə müəllimə 3-4 saat ərzində o bərkiyir. Bəli. Sə afərin. Get. Gəlsin, qoy görək. Kəmalə müəllimə. Kəmalə müəllimə hanı yatmı? Kəmalə mi? Yaxınız gəlir? Müəllimə 3-4 saata bərkir, nə demək? Yəni yarar sala düşür də elə. Bəli, bərk olur, artıq bunu işlədə bilmirik. Orada yazır ki, 3-4 saat ərzində istifadəyə yararlı olur, sonra isə bərkiyir. Yəni bəli, yəni o deməkdir ki, 3-4 saat ərzində bərkiyirsə, artıq bu yumuşaq deyil də, harca vurmaq mümkün deyil. İstifadə yararsız hala gəlir. Kəmalə müəllimə desin ki, deməli, kazein haqqında danışın. Kazein yapışqanın sarımtıl tozdur. Məktəb emalatxanalarında işlədilir. 3-4 saata yararlı olur. Sonra ona elə bir
fırça ilə çəkdikdən sonra 1-2 dəqiqə hopdurmasını gözləmək lazımdır, hopmasını. 1-2 yox, 2-3 dəqiqə. Həm də ki, bunun ardıcılığın qəşəng deməcəyə müəllimə. Bir dənə onun qəşəng zəhmət olmasa. İlkin olaraq nə edirik? Hamarlayırıq. Çüşdən təmizləməliydik. Çüşdən, tozdan təmizləyək, sonra... Çüşdən, tozdan təmizlənir, sonra elə bir ki, fırça vasitəsilə sürtülür, yapışqan çəkilir. 3-4 saata yararlı olur, ondan sonra 2-3 dəqiqə hopmasını gözləyirik, sonra sıxaçda bərkilir. O testə düşür ki, misal biz bunu 2-3 dəqiqə ərzində niyə gözlədirik? Niyə gözlədirik? Hopsun deyilə. Hopması və bərkiməsi üçün. Məsələn, variant A-da deyər ki, hopması üçün, B-də deyər bərkiməsi üçün. Ona görə deyirəm ki, hər ikisini götürəcəksiniz, hopması və bərkiməsi üçün. Deməli, deyin görək, bu sıxaca yapışdırılan zaman bizə sıxacın hissələrini gətirin. Sıxacın hissələri vint, gövdə, dəstək. Ümumi orada olan yapışqanlı, taxta və s. bunlardan da danışın. Hamısı. Nə var idi orada? Orada vardı. Sıxıcı vint, sıxıcı dəstək. Sıxıcının dəstəyi. Sıxıcının gövdəsi. Bir də yapışqan. Bir də pəstaqlar. Birləşdirilən detallar. Düzdür. Əla. Kazen yapışqanı nə qədər vaxtda dedik ki, istifadəyə yararsız olur? 3-4 saat. 3-4 saat. Bəli. Ağ rəngdədir, fırça vasitəsilə yaxılır. O perin yapışqandır, ağ qatı. Düzdür. İndi deməli cəmi bizim yaxşı müəllimə. Bir də deyin görək şurba başlıqlı olan metal qırıntılarını ilə təmizləyirik. Yeyə və sumbata kağızı. Bu 13-cü mövzudur. 2-cə dənə mövzumuz qaldı, çox balaca. Yatmaq istəyən, yorulan, yoxsa gələn hər kim varsa mən heç kəsi məcbur saxlamıram, bilirsiniz. Bu əlavəli ev dərsdir. Kim də öyrənmək istəyirsə, nəticə istəyirsə buyura bilər. Gəlsin deməli Hicran müəllimə, hanı? Yoxdur. Buradasınız müəllimə? Hə. Deyək görək. Deməli 14, 15, 14, 15, 16. Yox, 14, 15. 2 dənə mövzumuz qaldı. Deyin görək. 3 dənə sual verəcəm Hicran müəllimə. Ümid edirəm ki, çox qəşəng cavab verəcəksiniz. Deyirəm ki, nəyin əsas hissəsi metaldan hazırlanır? Nəyin əsas hissəsi metaldan hazırlanır? Metaldan hazırlananlar, onların deməli bütün o 14-cü mövzuda səhv eləmirəm. Bəli. Hə, 14-cü mövzu. Burada deməli avtomobilin kurzovları, ondan sonra mühərriklər, təyyarələr, ondan sonra var idi burada mühərriklərdir, nə bilim, gəmilərdir, dəzgahlardır, mühərriklərdir. Bəs desək ki, metalın özünün xüsusiyyəti nədir? Metallar özü iki qrupa bölünür. Bərkdir. Xüsusiyyəti bərkdir, Bərkdir, istiliyə davamlıdır, bərkdir. Ondan sonra orada var idi, sonra nə var idi? Üstün cəhətləri onlar idi. Bir də möhkəmdir. Bəs desək ki, möhkəmdir, bərkdir, istiliyə davamlıdır. Bəs metaldan nəyin hazırlanması əvəz olunmazdır? 3 dənə ayrı-ayrılıqda imtahanda düşə bilər. Əvəz olunmazdır. Orada nədir? Məişət əşyalarının hazırlanması. Sonra nə var idi? 3 dənə idi. Axırda məişət əşyaları idi. Deməli, işlətdiyimiz əmək alətləri idi. Məişət idi. Bir də nə var idi? Bax, müəllimə, məişətçi, inşaatçı. Məişət, inşaat, ikisi şıdır. Bir dənə də orada qaldı, deməli. Əmək alətləri. Alətlər. Məişətdə, inşaatda, bir də əmək alətlərində. Alətlərdə. Bəli. Metallar ikiyə bölünür. Qara və əlvan metallar. Çəkin, gedin. Gəlsin. Yeganə müəllimə. Sentyabr. Var. Çıxıb. Var müəllimə. Buradayam. Sizin səbrinizə heyranam. Nəcəb qalmısınız? Şokdayam. İnanıram ki, deyirdim, yeganə müəllimə 100% çıxıb. Müəllimə, deyin görüm, qara metallar hansılardır? Qara metallar müəllimə. Deməli, çuğun, polad, bir də manqan. Bəli. Dəmir və onun ərintilərindəndir, bunlar.
Dəmir və onun ərazisi sifəti durdu. Bunlar da danışdıqlarınızdır. Dəmir və onun ərazisi. Bəs dəmirlə karbon ərintisi? Karbon ərazisi şeydir. Nisçe yox. Orada çaşdım. Dəmirlə karbon varsa bir dənə cavab. Poladdır. Həm də bax, Südabə müəllim belə baxır. Südabə müəllim görürsünüz, yeganə müəllimə sentyabrdan hələ hazırlaşır. Özü də deyir ki, nə əsas olub deyirəm də. Hə, yeganə müəllim. Yeganə müəllim heç nə fikirləşmir. Siz də fikirləşməyin. Yeganə müəllim çox yaxşı müəllimdir. Siz də hamınız yaxşısınız. Yeganə müəllim yəni deməyim budur ki, baxın o müəllimi motivasiyalı. Deyirəm ki, yeganə müəllimi almıyorum. Özüm dedim, yaxşı demirəm. Gümüşü bazda yumuşaq və yüngül metaldır müəllim. Əziyyət olub müəllim, əziyyət olub. Bəs deyin görək, qırmızı rəngdə də ağırdır. O da misdir. Misdir. Bəs desəm ki, bərkdir ağırdır. Bərk ağır polad. Sarı rəngdə olan nə olar səncə? Sizcə? Latın. Latın, bəli. Yaxşı gedin. Gəlsin xoşbəxt müəllimə. Kim? Güllü müəllimə. Güllü müəllimə nə əcəb yatmıyor? Güllü müəllimə. Nə əcəb yatmamısınız? Deyin görək. Tənəkə. Mən gözləyirəm, növbəm çox gecikdi. Güllü müəllimə. Güllü müəllimə. Gəlirəm. Küsməyimiz az qalmışdı. Yox, kesməyin. Deyin görək, 3 tənəkələr gətirin baxım. Qalınlığı 2 mm qədər olan nazik təbəqə metallara, nazik təbəqə metallardır. Qalınlığı 0,2, 0,5 mm olan nazik təbəqə poladlar isə tənəkə deyirlər. Tənəkələr 3 cürdür, ağ tənəkə, qara tənəkə, bir də sinklənmiş tənəkə. Ağ tənəkə qalay çəkilmiş tənəkədir. Üzünə heç bir əlavə olunmayan qara tənəkədir. Sinklənmiş tənəkə də üzərinə sink çəkilmiş tənəkədir. Bəli. Deyirəm ki, metal parçasının üzərinə qoyuruq və fırlanan balların arasında getməklə nazik təbəqə nə əldə olunurdu? Mən demişdim. Nazik təbəqə metallar. Mən demişdim, bəli. Bəs desək ki, bayaq danışırdınız, nazik təbəqəli poladdır tənəkə. Bundan harda istifadə olunur? Tənəkədən, ağ tənəkədən kaset bakalım. Yox, elə soruşmadım. Yox, elə demirəm. Deyirəm ki, nazik təbəqə poladdır da tənəkələr. Nazik təbəqə poladdan harda istifadə, yəni nə hazırlanır ki? Poladdan. Məktəblər hazırlanır. Kənd təsərrüfatı alətləri. Kənd təsərrüfatında, sənayedə, maşın qayırmada. Yox. Müəllimə, baxın, sənayedə və məişətdə, bir də kənd təsərrüfatı alətləri desə, bu nazik təbəqəli poladdan əldə olunur. Amma ümumən metaldan nə hazırlanır desə, deməli, harda istifadə olunur? Məişət, inşaat, bir də alət. Sənaye görsən nazik təbəqə poladdır. Amma ümumi metaldan danışsa, orada sənaye söhbəti yoxdur. Yaxşı? Məişət, əmək alətləri. İnşaat, məişət, alət. Bu getdi polada. Hə. Yaxşı. 14-cü mövzu 15 dəqiqədə eləyəcəm, yekunlaşırıq. Narahatçılıq əsası yoxdur. Onda müəllimə siz gedin. Gəlsin. Ülviyə müəllimə. Çıxıb Ülviyə müəllimə. Çıxar 100%. Ülviyə müəllimə. Nəcəb. Ülviyə müəllimə, deyən görüm, bax, sual verəcəm. 2 dənə ç, 2 dənə də k var idi. Bir ç, bir də k. Açar sözlərimiz məfdir, katanqa, bir də daha nazik məfdir. Daha nazik məfdirləri katanqadan çəkməz ilə alırlar. Hə? Daha nazik məfdir. Hə, çəkim. Bu hissədə oldum. Katanqadan çəkməz ilə nə alırlar? Prakatdan prakat üsulu nə olur? Katanqadan. Bəs p-la ç varsa? Prakatdan çəkmə? Prakatdan çəkməz ilə nazik təbəqə metallarını. O bilməyəcəm. O Məftil. Məftillər də ki, bir o üstü kvadrat, dairə, bir də istisna şəklində olur da məftillərdə nazik. Məftil en kəsindir?
Məftil. Yox, 100% yaxın gəlir. Biz hələ 15 eləməyəcəm. Yaxşı, yatarsınız. 15 eləməyəcəm. 14 ilə sağollaşırıq. Yaxşı, sən get. Onsuz bura qədər verəcəm. Sən istən get. Adı çıxmayan müəllimlərdən sabah üçün bax bura söz verirəm. Buranı qurtarmışıq. Buradan başlayacağam sabah. Yaxşı, kimin adı çıxmayıbsa. İradə müəllimdən hələ bir dəfə soruşursunuz. Bilirəm də, mən də onu deyirəm. Getdi yəni yatmadan. Yox, yatmaz. İradə müəllimə gəlsin. Mən niyə yatıram ki, qocayam? İradə müəllim elə yox. Demək istəyirsən mən qocayam? Hə. Boş adam. Həmişə İraq tuturdunuz, dinləmişsiniz. Bayaqdan ona görə deyirəm. İradə müəllimə, sən sağarını imtihana qoyasınız. Nə olur ki? Hə. İradə müəllim onda desin ki, Baladan gəlmə saçıma izək qoymamışam. hə, İradə müəllimə bizim evdəkilər birazdan bir də gördünüz ki, durdular yuxuda. Deyin görüm Məhdildən danışın en kəsi. Məftillə, deməli, en kəsiyi, kvadrat, üçbucaq, dairə şəklində olan metal çaplara deyilir. Sonra prakat üsulu, prakat dəzgahında prakat üsuluna, çəkmə üsuluna deməli hazırlanır da, çəkmə üsulunda hazırlanır. Katanka. Sonra alüminium, mis, polad, latun metallardan hazırlanır. Hə. Bəs bu saydıqlarınız plus yumşaq poladdan hazırlansaydı harda istifadə olmuş dedik? Yumşaq poladdan hazırlanmış olsa düralüminiumu artırsaq nazik təbəqə metaldır. Hə. Düralüminiumu çıxıb sadəcə yumşaq polad desəydik bu saydıqlarınızı digər mövzularda. Onda pərçimdə. Deyirəm də. Ay Allah, müəllimə. Sağ ol. Gəlsin? Yox, gəlməsin. Daha bir də məftildən nə əldə olunur? Məftildən hazırda, yəni elektrik naqillərdir, pərçimdir, şurupdur, sonra bir də yay və müxtəlif məmulatların hazırlamasını istifadə edilir. Hə, yaxşı müəllimə. Gəlsin bir dəqiqə buradan Əfqanə müəllimə hanı? Əfqanə müəllimə var? Buradayam müəllimə. Vay müəllimə, nə əcəb yatmamısan. Sən tezdən işə getməyəcəksən. Denə gör. Daha nazik məftil. Daha nazik məftil müəllimə katankadan çəkmə üsulu ilə hazırlanır. Yox. Çəkici dəzgah. Katanqan dedin. Katanka 5 mm-dən artıq olmur. Hə, yox, olmalıdır. Yox, mən elə bildim ki, daha nazik məftil deyirəm. Hə, katankada düzdür. Daha nazik məftildən danışın. Daha nazik məftildə müəllimə belə deyək də çəkmə üsulu ilə səhv eləmirəmsə alınır o da. Hansı dəzgahdan? Və dəzgahlarda çəkmə üsulu var. Çəkici dəzgahdan, elə katankadan çəkmə üsuluna. Yaxşı denən görəm müəllimə. Əymə zamanı hansı əlimizi yaxın qoymurduq? Əymə zamanı sol əlimizi. Afərin. İşlədiyimiz zaman yoldaşın arxasına yoxsa ön tərəfdə durmalıyıq? Arxa tərəfdə durmaq olmaz. Məhdilin kəsi. Dairə, kvadrat və üçbucaq şəklindədir. Bəli. Məhdilin alınması sxemində deyin görək burada nə var idi? Məhdil müəllimə ümumiyyətlə prakat və ya çəkmə dəzgahlarında alınır. Belə deyək də, prakat üsulu ilə çəkici dəzgahlarda alınır. Katankadır. Hansı materialdan olur məhdil? Polad, alüminium, mis və latundan olur. Sizə afərin. Düralüminium da yoxdur. İndi isə hamınıza ürək atıram. Sizin hamınıza afərin. Bu vaxta kimi dayandıq və öyrəndik. Öyrəndinizmi? Mən deyirəm öyrəndik. Siz öyrəndinizmi nəsə? Hə? Nə gözəl. Deməli burada bax dairəyə almışam sabahlarım. Sabah 15-dən 26-ya kimi inşallah olacaqdır. Deməli buradan daxil həfs. Üç mövzumuz qalıb axırda. Bəli. Onu sual-cavab əsasında öyrədəcəm. Bəli. Güllü müəllimə insanların içində təşəkkür edirəm. İradə müəllimə bir dənə düşür.
Hə, heç nə. Getdik onda. Sabah inşallah yenə görüşərik. Oldu. Gözəl xeyir.